Rənglər. Dünyada hər şeyin öz rəngi var. Ətrafımıza nəzər salsaq görərik, təbiətdə necə çox rəng çaları var. Qırmızı, narıncı, sarı, açıq yaşıl, mavi, göy, bənövşəyi, tünd yaşıl, çəhrayı, boz, qəhvəyi, qara, ağ. Rənglər iki cürdür. Əsas rənglər, bunlar qırmızı, sarı və göy rəngdir. Qarışıq rənglər, çəhrayı, yaşıl, narıncı, mavi, bənövşəyi, boz, qəhvəyi. Qarışıq rənglər əsas rəngləri qarışdırmaqla alınır. Ağ və qırmızı rəngləri qarışdırmaqla çəhrayı, qara və qırmızı rəngləri qarışdırmaqla qəhvəyi, ağ və qara rəngləri qarışdırmaqla boz, çəhrayı və göy rəngləri qarışdırmaqla bənövşəyi, sarı və göy rəngləri qarışdırmaqla yaşıl, sarı və qırmızı rəngləri qarışdırmaqla narıncı rəng əldə etmək olar. Müxtəlif rəng çalarlarına təbiətdə bir çox yerdə rast gəlmək olar. Bunlardan biri də göy qurşağıdır. Göy qurşağının 7 rəngi var. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi.